artıq yəni beynəlxalq hüquq da demək olar ki, yox səviyyəsindədir. İstənilən dövlətin ərazisinə girib onun prezidentini çox rahatlıqla oğraya bilir. Təbii ki, bilirdim ki, məhkəmə DTX-yə qarşı hər hansı bir qərar çıxarası deyil. Yəni əsas burada məqsəd odur ki, onlara göstərəsən ki, yəni siz səhv eləmisiniz və onlar elə hesab edir ki, istənilən şəxsi küçədə görüb, yəni yaxınlaşıb onun qolundan tutub aparmaq bunlar üçün yəni qanuni bir şeydir. Avropa məhkəməsi həmişə hüquqşünasların peşə fəaliyyətinin təqib olunmasını konvensiyanın ürəyindən zərbə kimi qiymətləndirir. Azərbaycanda vəfat edən vəkillərin ölüm səbəbinə əksəriyyəti ürək çatışmazlığından vəfat eləyir. Azərbaycanda siyasi fəallar və jurnalistlərin işlərini müdafiə etmək vəkil üçün nə qədər çətindir? Bu işləri götürəndə vəkil nələr risk atır? Azərbaycanda bu siyasi fəalları, ictimai fəalları müdafiə etmək həqiqətən də çox çətindir. Çünki vəkil məsələn bu işlərə çıxanda, bu işlərdə onun həqiqətən bu peşəkar vəkillik fəaliyyətini ortaya qoyması bir qədər çətin olur. Çünki bu işlərin hardan qaynaqlandığı, bu şəxslərin niyə tutulduğunu yəni çox yaxşı bilirik və bilirik ki, yəni bu işlərin demək olar ki, hamısında saxta ittihamlar qarşıda olur və bu ittihamların da təkzib olunması yolunda vəkilin fəaliyyəti çox aşağı səviyyəyə düşür. O baxımdan bir qədər çətindir. Həmçinin burada həm də bəzən olur ki, vəkillərin özünə qarşı da müəyyən bir problemlər ola bilər. Yəni bu vəkilin tutaq ki, məhkəmədəki çıxışı ilə bağlı və ya məhkəmədən sonra media qurumlarına verdiyi müsahibələrdə səsləndirdiyi hər hansı bir fikrə görə vəkilin cəzalandırılması ehtimalları da mövcud olur. O baxımdan burada bəzi risklər var. Həm də müəyyən bir işlər var ki, orada məsələn hədəf həm də vəkillərə qarşı yönəlir. Yəni belə bir riskləri var. Ümumiyyətlə siyasi işlərə çıxan vəkillər də zaman-zaman təqiblərə məruz qalıblar. Gələcəkdə bu daha ağır formaya keçsə, siyasi məhbus hesab edilən şəxslərin müdafiəsi ilə bağlı necə mənzərə yarana bilər? Bax, mən 2012-ci ildən Vəkillər Kollegiyasının üzvüyəm. Həmin dövrdən də demək olar ki, bu siyasi motivli həbs olunan şəxslərin müdafiəsində iştirak edirəm. Həmin dövrdə hansı vəkillər bu işlərdə iştirak edirdisə, 14 il keçib, yenə də eyni vəkillərdir. Yəni yeni simalar demək olar ki, yoxdur. Çünki yəni əksər vəkillər bu işlərə çıxmaqdan ehtiyat edirlər, qorxurlar bu işlərə çıxmaq üçün. Yəni həm məsələn bəziləri var ki, siyasi baxışları buna imkan vermir, yəni dəstəkləmir belə deyək bu insanları, müxalif yönümlü insanları. Bəziləri də var ki, ümumiyyətlə ehtiyat eləyir. O baxımdan yəni əvvəllər hansı vəkillər idisə, indi də eyni vəkillərdir. Təxminən 1-2 nəfər yeni bir simalar üzə çıxıb və bu vəkillərin də təqib olunması, eyni zamanda bu həbs olunan şəxslərin də sayının artması, yəni disbalans yaradır və gələcəkdə də onu göstərir ki, artıq bu şəxsləri müdafiə edən bir kimsə qalmayacaq. Siyasi işlərə çıxan vəkilin rolu sizcə hüquqi müdafiədir yoxsa həm də ictimai mövqe? Təbii ki, yəni ictimai mövqe olmasa bu işlərə çıxmaq mümkün deyil. Yəni belə deyək, məsələn mən tutaq ki, hakimiyyətin tərəfindəyəmsə, iqtidarın tərəfindəyəmsə, məsələn onların həbs etdirdiyini etdiyi hansı bir şəxsi müdafiə etməyim, yəni mənim daha ürəkdən yəni bu işə yanaşmağım olmur. Düzdür, yəni vəkilin şəxsiyyəti ilə onun müdafiə etdiyi şəxsin şəxsiyyəti yəni eyniləşdirilə bilməz, amma yəni belə deyək, yəni məsələn bu insanı həbs ediblərsə və şəxs deyirsə ki, mənə qarşı yönəlmiş ittiham siyasi xarakter daşıyır, mən hansısa bir siyasi baxışlarıma görə həbs olunmuşam, tutaq ki, hakimiyyəti tənqid etdiyimə görə həbs olunmuşam. Yəni hakimiyyəti təbliğ edən, onun mövqeyində duran vəkil durub onun həmin şəxsin mövqeyini təkrarlaya bilməyəcək. Yəni bu adamı siyasi motivinə görə həbs ediblər. Bir qədər yəni riyakarlıq kimi çıxar. O baxımdan da yəni bu eyni olmalıdır. Həm mövqe baxımından da yəni təxminən eyni olmalıdır. Çünki biz tək məsələn bu işlər olmasın, başqa çünki məsələn müəyyən vəkillər var ki, onlar üçün müəyyən bir əqidə var ki, hansı müəyyən işlərə çıxmasın. Məsələn, uşaq zorlaması işlərinə məsələn əksər vəkillər çıxmır. Çünki onu özləri də yəni qəbul eləmirlər belə bir halları və ya elə vəkil var ki, narkotik ittihamla həbs olunan, yəni satış məsələsi ilə və ya qəsdən adam öldürmə işlərində o baxımdan yəni hardasa bir uyğun bir mövqe olmalıdır. Bəzən deyilir ki, siyasi işlərdə qərar onsuz da əvvəldən bəllidir və bu işlərdə vəkil yalnız proseduru qorumaq üçün olur. Bu fikirlə razısınızmı?
Tam olaraq elə deməzdim, çünki bu işlərə çıxdıqca, yəni uzun illərdir çıxırıq, yəni bəzən olur ki, əvvəldən ümumiyyətlə heç nə məlum olmur. Yəni son anda bəzən olur. Hətta olub ki, məsələn biz hesab güman etmişik ki, hə artıq bu şəxsə məsələn ittiham hökmü çıxacaq, yəni uzun müddətli həbs cəzası veriləcək. Yekunda olur ki, həmin şəxsi ya azadlığa buraxırlar. Düzdür, bəraət hökmü belə yəni çox nadir hallarda olub, yəni elə hallarda olur. Amma bəzən olur ki, həbslə bağlı olmayan hansısa bir cəza növü verilir, hansı ki, bunu heç gözləmək mümkün olmur və ya olur ki, daha çox yəni bizdə bu ali məhkəmə səviyyəsində olur. Çünki əvvəlki məsələn işlərə baxsaq, Taşı Xədicə İsmayılın və ya İntiqam Əliyevin barəsində hökmlər çıxanda, yəni onların ali məhkəmə səviyyəsində onların azadlığa buraxılması halı baş verdi. Ona görə də yəni bu tip işlərdə tam olaraq bilmək olmur ki, yəni bu şəxslərə hansı cəzalar veriləcək və ya onlardan tutaq ki, kimlərsə azadlığa buraxacaqlar. Yəni yenə dediyim kimi bəzən son anda yəni belə bir qərar verilir. Siyasi olmayan işlərdə hakimlər nə qədər ədalətli qərar çıxara bilir? Yəni siyasi motivli işlərə çıxan hakimlərin də içində bir müəyyən fərqlər var. Çünki elə hakim var ki, həqiqətən də xüsusi canfəşanlıq göstərir məhkəmədə. Yəni hakim əslində neytral bir şəxs olmalıdır. Əslində o siyasi mövqeyini ortaya qoymalı deyil. Məsələn, bəzən olur ki, məsələn, siyasi motivli əsasla həbs olunan şəxslər, məsələn, məhkəmədə deyir ki, mənim həbsim siyasi xarakter daşıyır. Hakimlər onun sözünü kəsirlər, amma sabah Avropa məhkəməsinə şəxs şikayət verəndə Avropa məhkəməsi deyir ki, qərar çıxarır ki, bu şəxsin həbsi siyasi motivlidir. O baxımdan yəni bunu hakimin məhkəmədə dəfələrlə həmin şəxsin sözünü kəsməsi, çünki şəxs özünün bu siyasi motivli həbsini əsaslandırmalıdır ki, sabah Avropa məhkəməsinə şikayət verəndə konvensiyanın 18-ci maddəsinin pozuntusu tanınsın. Artıq yəni buna şərait yaradılmayanda sonra məsələn kommunikasiya zamanı hökumət arqument irəli sürür ki, şəxs yəni həbsinin siyasi olduğunu sübut edə bilmir. Hansı ki, ona imkan vermirlər. O baxımdan yəni hakimlər öz siyasi mövqeyini ortaya qoymalı deyil. Təbii ki, bilir ki, yəni hakimlərin demək olar ki, hamısı yəni bu hakimiyyət tərəfindən olan şəxslərdir. Yəni onların mövqeyini bölüşür, amma məhkəmə iclasında onlar o mövqeyini biruzə verməli deyil. Və siyasi olmayan işlərdə də müəyyən hakimlər var ki, və obyektiv hakim kimi tanınır. Yəni elə bir hakimlər də var. Yəni bu istisna deyil. Əlbəttə, yəni belə hakimlər var. Bəzən olur ki, məsələn, daha çox bəraət hökmü çıxarılan, indi adını çəkmək istəmirəm, daha çox bəraət hökmü çıxarılması ilə tanınan hakimlər var ki, hazırda bu siyasi motivli işlərə də çıxırlar, amma burada bilirik ki, yəni burada bəraət hökmü çıxarılması mümkün deyil. Bilirik siz çox kitab oxuyursunuz, tez-tez oxuduğunuz kitabları paylaşırsınız. Hüquq və ya azadlıq haqqında sizi ən çox təsirləndirən kitab hansıdır? Məsələn, müəyyən kitablar var ki, o həqiqətən insana çox təsir edən kitablardır. Məsələn, Dino Busattinin Tatar çöl əsəri var. Məsələn, o kitab çox təsirli. Yəni insanın arzularının arxasınca getməsi, amma hədəfinə çatmadan məhv olması ilə bağlıdır. Daha çox biraz depressiv əsərdir və maraqlısı odur ki, bu kitabı bu həbsdə olan şəxslərə də göndərirlər ki, onlar da oxusunlar və onların da daha çox mənəvi cəhətdən çökməsini göstərir. Və ya mən daha çox indi avtobioqrafik kitablara üstünlük verirəm. Məsələn, oxuduğum kitablar içində məsələn Şimali Koreyadan qaçmağı hədəfləyən bir şəxsin həyat hekayəsini oxumuşdum və indiyə qədər oxuduğum ən ağır kitablardan biri idi. Çünki o Şimali Koreyadakı həyatın yəni üzünü göstərir. Hansı ki biz bunu mediada görə bilmirik. Çünki Şimali Koreya qapalı ölkədir. Yəni daha ağır yəni bir kitab olur və ya məsələn siyasi əsaslı kitablar var və ya məsələn Rusiya vəkillərinin yazdığı kitablar var. Məsələn Geynrix Padva var, yaşlı bir vəkildir, Rusiyada məşhur vəkillərdən biridir. Onun məsələn çox yaxşı avtobioqrafiyası var. Məsələn onlara baxanda məsələn bizdə elə bir kitablar da yazılmır, həm vəkillər tərəfindən olsun və ya başqa şəxslər tərəfindən. Azərbaycan məhkəmə sistemində gördüklərinizlə bağlı kitab yazmağı düşünürsüz? Yəni mən istənilən vaxt oturub yaza bilmərəm onu. Yəni hansısa bir nəsə baş verməlidir ki, və ya belə deyək, düzü o vaxtlar yazırdım, məsələn bu Nardaran işlərinə çıxan vaxtı davamlı olaraq yəni Azadlıq qəzetində yazılar çıxırdı. O da məsələn oxuduğum kitabla hansısa bir məhkəmə prosesini bir uyğun bir şey görüb və ya ölkədə baş verən hansısa bir hadisə olurdu. Onunla bağlı məsələn yaza bilirdim. Məsələn o dövrü xatırlayıram ki,
Məsələn, bu Türkiyədə FETÖ hadisələri baş verəndən sonra Azərbaycanda da bu həbslər oldu və insanların evində axtarış aparırdılar. FETÖ ilə bağlı hansısa bir kitab aşkar olunurdu və ya yerləşdirilən kitablar olurdu. O mənim məsələn yadıma bu Fahrenheit-i Ray Bradbury'nin 451 Fahrenheit-in məsələn xatırlatdı. Onunla bağlı bir kitabları yandırın belə bir şey yazmışdım. Yəni o anidən bir gələn bir şeydir. Yəni hansısa bir hadisə olmalıdır ki, yazım. İndinin özündə də yəni davamlı olaraq mən yazı yazan deyiləm. Müəyyən bir hansısa hadisə baş verməlidir ki, yazım, amma gələcəkdə bəlkə məhkəmə prosesləri ilə bağlı nələrsə yazar. O da bir qədər çətindir, çünki bizim bu vəkillərin etik davranış qaydaları bizim apardığımız işlərin ictimailəşdirilməsini qadağan eləyir və burada zaman məhdudiyyəti yoxdur ki, tutaq ki, hansısa bir iş bitdi, artıq sən o iş barədə yaza bilərsən. O baxımdan bir qədər çətindir, amma gələcəkdə ömür vəfa eləsə o məsələyə yenidən qayıdarıq. Əgər Azərbaycan məhkəmə sistemini bir ədəbiyyat janrı ilə təsvir etməli olsaydınız, bu janr nə olardı? Yəni indiki mövcud məhkəmə sisteminə baxsa, bu yəni əslində proseslərdən asılıdır. Məsələn, elə proseslər var ki, onu komediya bir janrına yönəltmək olar və ya faciəvi bir janra yönəltmək olar, amma bizim görmək istədiyimiz bir proses isə bir utopiya kimi qiymətləndirmək olar. Sizi ən çox qəzəbləndirən məhkəmə prosesi hansı olub və niyə? Mən əslində məhkəmə proseslərində sakit davranmağa çalışıram. Çünki o prosesləri vəkillər ümumiyyətlə ürəyinə salanda onun fəsadları da çox ağır olur. Və siz baxsaz, məsələn, statistikaya Azərbaycanda vəfat edən vəkillərin ölüm səbəbinə əksəriyyəti ürək çatışmazlığından vəfat eləyir və əksəriyyəti yəni cavan vəkillərdir. Çünki həssas insanlar var. Hansısa bir prosesə çıxır, ədalətsizliyi görür, götürə bilmir, yəni ürəyə qəbul eləmir və yekunda bu da onun qəfildən vəfat etməsinə səbəb olur. O baxımdan yəni bu işlərə çıxdıqca artıq bir növ özümüzü hazırlamağa çalışırıq ki, yəni daha çox ürəyimizə salmayaq. Çünki elə olsa da artıq çoxdan biz yəni ölüb getmişdik. O baxımdan daha çox qəzəbləndirmə kimi deməzdim, amma müəyyən işlər var ki, orada həqiqətən də görürsən ki, açıq-aşkar ədalətsizlik var. İndi siyasi motivli işləri qoyaq kənara, o bəllidir, amma müəyyən işlər var ki, baxırsan ki, həqiqətən də çox ədalətsizlik var bu işlərdə. Yəni insanı heç nədən həbs eləyiblər və ağır cəza verilir və ortada hər hansı bir sübut da mövcud deyil. O məsələn insanları yandırır. Elə bir hallar olur. Siz 2024-cü ildə Dövlət Təhlükəsizlik Xidmətinə aparıldıqdan sonra öz statusunuzda bildirmişdiniz ki, artıq yeni istiqamət seçiblər. O vaxtdan bəri nələr dəyişdi? Əslində o mənim yazdığım o statusun mənim Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən idarəyə aparılmağım arasında heç bir əlaqə yox idi. Sadəcə bir qısa müddət bir vaxt var idi. Yəni təsadüfi bir şeydir. Yəni tamam başqa bir məsələ ilə bağlı aparmışdılar və o da qanunsuz hərəkət idi. Çünki bizdə hüquq mühafizə orqanlarının praktikasında insanları zəng edib və ya rəsmi çağırış göndərməklə idarəyə aparmaq praktikası çox zəifdir. Və onlar elə hesab edir ki, istənilən şəxsi küçədə görüb, yəni yaxınlaşıb onun qolundan tutub aparmaq bunlar üçün yəni qanuni bir şeydir. Əslində yəni elə olmalıdır. Yəni bunun prosedur qaydası var və o baxımdan da yəni idarəyə bu formada aparılmaq təbii ki, yəni tək bir vəkil kimi yox, həm də bir insan kimi adama ağır gəlir ki, yəni sən niyə məni iş vaxtından sonra dostlarımla oturduğum yerdə, əyləndiyim yerdə sən gəl məni zorla məcburi qaydada idarəyə aparmalısan. O baxımdan da məsələn mən onların hərəkətindən məhkəməyə də müraciət elədim. Təbii ki, bilirdim ki, məhkəmə DTX-yə qarşı hər hansı bir qərar çıxarası deyil. Yəni əsas burada məqsəd odur ki, onlara göstərəsən ki, yəni siz səhv eləmisiniz və yəni sizin bu etdiyiniz hərəkətə görə də yəni heç kim qorxmur. Siyasi motivli və adi işlərdə vəkilin rolu nə qədər fərqli olur? Siyasi motivli işlərlə siyasi olmayan işlərdə vəkilin fəaliyyəti bir qədər fərqlənir. Çünki siyasi olmayan işlərdə düz bu həm də məsələn siyasi motivli işlərdə vəkil daha rahat hərəkət edə bilər. Çünki bu işin nəticəsini, yəni təxmini nəticəsini hər kəs bilir. Həm həbs olunan şəxsin özü, həm onun ailəsi, həm vəkil hamı bilir və bu işlərdə vəkil çox rahat işləyə bilir. Yəni bilir ki, yəni ölkə daxili bu işin uğur qazanacağı ehtimalı demək olar ki, yoxdur və hədəf daha çox Avropa məhkəməsi istiqamətindədir və vəkil o istiqamətdə işləyir və hətta şəxsə ağır cəza versələr belə heç kim gəlib vəkilə demir ki,
niyə bu şəxsə uzun müddətli bir cəza verdilər? O baxımdan bu işlərdə biraz rahatdır işləmək. Yəni sırf vəkillik fəaliyyətinin həyata keçirilməsi baxımından, yəni zəruri vəsatətlər falan və s. vermək üçün baxımından, amma siyasi motivli olmayan işlərdə bir qədər çətindir. Çünki burada hər kəs, yəni vəkil sanki münəccimdir. Bu işin necə olacağını bilməlidir. Hamı ondan işin necə bitəcəyini soruşur. Və hətta bəzi hallar olur ki, vəkildən qarantiya da istəyirlər. Halbuki vəkil heç bir işdə qarantiya verə bilməz, təminat verə bilməz. Vəkil sadəcə keyfiyyətli hüquqi yardım aparılmasını təminat verə bilər. O baxımdan siyasi motivli işlərdə bir qədər çətindir vəkillik fəaliyyəti. Hətta məsələn şəxs həbsdədirsə, məsələn istintaq təcridxanasında saxlanılırsa, vəkil orada saxlanılan şəxslə görüşə gedəndə, daha doğrusu birinci məsələn həmin şəxsi tutanda bir qısa müddət vəkilin həmin şəxslə görüş halları mümkün olmur, görüşə bilmir. Ya məsələn olur ki, şəxs həbs olunur, onun hansı qurum tərəfindən həbs olunduğu bəlli deyil, harda saxlanıldığı bəlli deyil. Yəni vəkil əlində order bütün idarələri gəzir, tapa bilmir. Yəni olur ki, məsələn bir neçə gündən sonra şəxsin səsi təcridxanadan gəlir. Halbuki şəxs həbs olunursa, onun ailə üzvlərinə məlumat verilməlidir və istədiyi vəkil istəyirsə, hansı vəkil istəyirsə, o vəkillə əlaqə yaradılmalıdır ki, yəni bu sizi istəyir, yəni onun müdafiəsinə qoşulun. O baxımdan məsələn bu hissədə də bir qədər çətindir. Çünki ilkin olaraq artıq şəxs həbs olunursa, müəyyən qeyri-insani rəftar halları baş vermə ehtimalları da böyükdür və bu halda həmin şəxsin etiraf edici ifadələr alınır. Artıq istintaq öz sübutlarını möhkəmləndirir və vəkil də işə qoşulandan sonra o sübutları darmadağın olunması bir qədər çətindir. Eyni zamanda şəxs həbsdədirsə, həmin şəxslə istintaq təcridxanasında vəkil görüşə gedirsə, onun sənədləri yoxlanılır. Məsələn, bu sənədlər sırf onun məsələn, həmin işlə bağlı ola bilər və ya bağlı olmaya da bilər. Məsələn, bizdə hökumət nümayəndələrinin, xüsusən bu təcridxana əməkdaşlarının arqumenti odur ki, yəni vəkil tutaq ki, hər hansı bir məktub daşımalı deyil və ya və s. Məsələn, xatırlayırsınızsa, rəhmətli Elton Quliyev həmişə deyirdi ki, siyasi işlərdə vəkilin rolu postalyon rolunu oynamaqdır. Yəni həbsdə olan şəxs məsələn öz ailə üzvlərindən və ya nə bilim hansısa bir özünə yaxın hiss etdiyi şəxslərdən məktub gözləyir. Yəni onu aparır, yəni vəkil onu aparır. Amma məsələn Avropa məhkəməsi bununla bağlı onun qərarı var ki, məsələn Avropa məhkəməsi bildirir ki, təqsirlənən şəxslə vəkil arasında olan yazışmadakı mətnin məzmununun heç bir şey aidiyyəti yoxdur. Yəni istənilən məzmunda məktub ola bilər. Əsas odur ki, bu təqsirlənən şəxs ya vəkilə təqdim elədi və ya vəkil təqsirlənən şəxsi apardı. Bu konfidensialdır. Yəni bunu sən poza bilməzsən. Orada nə yazılmağından asılı olmayaraq sən bunu poza bilməzsən. O baxımdan məsələn siyasi işlərdə yəni vəkil təqsirlənən şəxsin yanına gedirsə, onun sənədləri yoxlanılır. Yəni etiraz eləsə də bu heç nə nail olmaq olmur. İndi bununla bağlı məsələn Birləşmiş Avropa Məhkəməsinin qərarı da var. Məsələn mənim elə özümün o vaxtı Qobustan həbsxanasından çıxanda həbsdə olan şəxsin məsələn sırf Avropa Məhkəməsi üçün yazdığı hansı ki başına gələn o işgəncə hadisəsi ilə bağlı yazdığı ərizəni mənim əlimdən almışdılar. Onu düzdür, məsələn ölkə daxili yəni bir uğur qazanmaq olmur, amma Avropa Məhkəməsi onu pozuntu hesab elədi və ya məsələn Elçin Sadıqovun belə bir qərarı çıxıb Avropa Məhkəməsində, hansı ki bu işdə də məhkəmə bildirib ki, təqsirlənən şəxslə vəkil arasında olan yazışma senzuradan keçirilə bilməz. Eyni zamanda Avropa Məhkəməsi həmişə hüquqşünasların peşə fəaliyyətinin təqib olunmasını konvensiyanın ürəyindən zərbə kimi qiymətləndirir ki, yəni bu konvensiyanın ürəyinə zərbə vurur. O baxımdan yəni siyasi işlərdə bir qədər çətindir vəkillik fəaliyyəti, amma məsələn müəyyən qeyri-siyasi işlər var ki, xüsusən məsələn ölüm, qəsdən adam öldürmə cinayətləri üzrə burada da yəni istənilən bir qəsdən adam öldürmə işləri çox ağır proseslərdir. Çünki zərər çəkmiş tərəf hansı ki öldürülən şəxsin ailə üzvləri vəkili də düşmən kimi görür. Məsələn mən xatırlayıram 2016-cı ildə mənim bir qəsdən adam öldürmə bir cinayət işi üzrə təqsirlənən şəxsin vəkili idim. Həmin dövrdə zərər çəkmiş tərəf, yəni öldürülən şəxsin ailə üzvləri, məsələn məhkəmə zalında təxminən bir 50-yə yaxın adam var idi. Onlar bizim üzərimizə hücuma keçmişdilər. Zalda olan kompüteri dağıtdılar, stolları aşırtdılar. Eyni zamanda biz iki vəkillik bizim üzərimizə hücuma keçmişdilər.
Zalda olan əməkdaşlar, PTSA xidmətinin əməkdaşları güclə onları zaldan çölə çıxartdı və orada olan şəxslərdən biri sonra gedib polisə şikayət eləmişdi ki, guya mən onun başına xəsarət vurmuşam və işin qəribəliyi də odur ki, həqiqətən də bu adamın başında xəsarət var idi və ekspertiza rəy vermişdi ki, qəsdən sağlamlığa yüngül xəsarət yetirilir və Cinayət Məcəlləsinin 128-ci maddəsinə cinayət işi açılmışdır. Və təbii ki, orada olan kamera görüntüləri, eyni zamanda PTSA xidmətinin əməkdaşlarının tərtib etdiyi o akt əsasında müəyyən olunur ki, həqiqətən burada vəkillərin heç bir günahı yoxdur və o işə xitam verildi. O baxımdan yəni bu xüsusən yəni qeyri-siyasi işlərdə, xüsusən ölüm cinayətlərində, qəsdən adam öldürmə cinayətlərində vəkillik etmək çox çətindir. Dediyim kimi zərər çəkmiş tərəf, yəni vəkil də təqsirlənən şəxs kimi eyni görür, eyni tərəziyə qoyur və bəzən olur ki, məhkəmə zalında hətta vəkilləri belə təhqir eləyirlər. Yəni bu hissədə yəni bu bir qədər çətin proseslərdir. Ən çox nə ilə bağlı şikayət hazırlayırsınız? Mən daha çox cinayət işlərinə çıxıram. Cinayət işlərində narkotik ittihamı üzrə həbs olunan şəxslərlə bağlı şikayətlər daha çox olur. Və deyim ki, bu işlərdə uğur qazanmaq daha çoxdur narkotik işləri üzrə. Çünki bu işlərdə hüquq-mühafizə orqanları daha çox səhv edirlər. Çünki şəxsin, məsələn, Avropa Məhkəməsinin yanaşması var narkotik işləri üzrə müəyyən bir kriteriya müəyyənləşdirib ki, sən hər hansı bir şəxsi narkotik ittihamla həbs eləmək istəyirsənsə, küçədə ona yaxınlaşdınsa, orada üzərinə baxış keçirməlisən. Hətta həmin şəxsi saxlandığı yerdən müəyyən bir idarəyə aparırsansa və bu müddət, məsələn, 30 dəqiqə davam eləyirsə bu müddət, bu zaman kəsiyi, yəni Avropa Məhkəməsi belə ehtimal edir ki, bu zaman kəsiyində 30 dəqiqə zaman kəsiyi həmin şəxsin üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitənin qoyulması versiyasını gücləndirir. Və indiyə qədər də Azərbaycana qarşı bir neçə qərar çıxıb, təxminən 4-5 qərar çıxıb. Ən sonuncu bu yaxınlarda mənim müdafiə etdiyim Elgiz Qəhrəman işi ilə bağlı qərar çıxdı və orada da Avropa Məhkəməsi bildirir ki, şəxsin üzərinə, yəni şəxsi sən həbs edirsənsə, tutularkən video görüntüdən istifadə olunmalıdır və ya tutulduğu yerdə üzərinə baxış keçirilməlidir. Əgər idarəyə aparırsansa, bunu əsaslandırmalısan ki, nəyə görə yerində baxış keçirmirsən. Bizdə məsələn hüquq-mühafizə orqanlarının polis əməkdaşlarının iddiası odur ki, əlverişli şərait yox idi. Yəni hamısı əzbərdən eyni cümləni təkrar edir ki, əlverişli şərait mövcud deyil. Amma bu şəraitin əlverişsiz olması nə ilə müəyyən olunur? Hansı sübutlar var? Ona bağlı bir sübut təqdim edə bilmirlər. Bu baxımdan bu işlərdə vəkillik etmək daha rahatdır. Çünki həm burada zərər çəkmiş şəxs yoxdur, həm pozuntu hallarına daha çox yol verir hüquq-mühafizə orqanları. Eyni zamanda bəzən olur ki, işgəncə halları olur. Yəni şəxs döyülür və döyülmə nəticəsində etiraf edici ifadələr verir və sonradan bu məhkəmə tərəfindən təsdiqini taparsa ki, həqiqətən də şəxsin üzərində xəsarətlər var idi, bu artıq onun bəraət almasına da kömək eləyir. Zaman-zaman müəyyən deputatlar və məmurlar vəkillərin mediaya danışmasına qarşı çıxır. Bu vəkillərin fəaliyyətinə necə təsir edir? Vəkillərin fəaliyyəti həm vəkillik fəaliyyəti haqqında qanun, eyni zamanda etik davranış qaydaları ilə tənzimlənir və burada vəkil nə etməlidir, orada göstərir. Düzdür, müəyyən orada bizim razılaşmadığımız məqamlar da var, hansı ki, yəni şəxsən mən hesab edirəm ki, həmin normalar vəkilin daha müstəqil fəaliyyət göstərməsinin qarşısını alır. Çünki vəkil təkcə məhkəmədə çıxış eləmir. Müəyyən hallar var ki, o məsələn onun çıxdığı iş, məsələn ictimai rezonans doğuran bir işdirsə, bununla bağlı o müsahibə də verə bilər və həmin o davranış kodeksi, davranış qaydaları göstərir ki, vəkil dövlət orqanlarının fəaliyyətini tənqid edə bilməz və bu tənqiddən çəkinməlidir. Amma məsələn və doğruları söyləməlidir. Yəni bu doğruluq hardadır? Hardan qaynaqlanmalıdır? Hardan çıxmalıdır? O yoxdur. Çünki məsələn mən hansı bir şəxsi müdafiə edirəmsə, şəxs tutaq ki, deyir ki, məni döyüblər. Mən bunu necə çıxıb məsələn mətbuatda deyim ki, şəxsi döyməyiblər. Çünki bu şəxsin sözüdür, bu mənim sözüm deyil, bu araşdırılacaq və s. Məsələn, o vaxtı xatırlayırsınızsa, Yalçın İmanovun misalında onun müdafiə etdiyi şəxs bildirdi ki, yəni məni döyüblər, çarmıxa çəkiblər, hadisəni təsvir eləyir və vəkil də gözü ilə onda müəyyən bir xəsarətlər görür. Düzdür, vəkil məsələn cəzaçəkmə müəssisəsinə və ya təcridxanaya hər hansı bir
elektron və ya foto vasitələr keçirə bilmir. Ona görə də o həmin olan xəsarətləri fiksə edə bilmir. Vəkil də onun dediyi məsələləri tutaq ki, mətbuata verirsə və ya məsələn ailəyə verir, ailə bildirir. Və ya məsələn vəkil oradan çıxandan sonra tutaq ki, mətbuat nümayəndəsi soruşur ki, məsələn şəxsin vəziyyəti necədir? Vəkil yalandan deyə bilməz axı ki, yəni hər şey qaydasındadır. Sabah bu həmin şəxsin gözündə vəkilin peşəkarlığını aşağı səviyyəyə salır ki, yəni vəkil əgər mənim dediyimi deyə bilmirsə, bu məni necə müdafiə edəcək? Sabah tutaq ki, məhkəmə prosesində onu necə müdafiə edə bilər? Və həmin dövrdə bu Yalçın İmanovla bağlı, yəni Yalçın İmanovu ona görə kollegiyadan xaric elədilər ki, sən yəni doğruları deməmsən və ya məsələn çaxnaşma yaratmaq istəmirsən. Yəni bu hadisə doğru deyil və yəni araşdırmanın nəticəsi o olmuşdu ki, yəni onu müdafiə etdiyi şəxsin üzərində heç bir xəsarət yoxdur, yəni döyülməyib və s. Amma Avropa məhkəməsi bu işgəncə faktını tanıdı ki, həqiqətən də şəxsə qarşı müəyyən bir zorakılıq halların, daha doğrusu bu hadisə ilə bağlı vəkilin əslində ifadə azadlığı var və vəkil bu məlumatları verə bilər və eyni zamanda vəkilin bu fəaliyyətinə görə cəzalandırılması, xüsusən kollegiyadan xaric olunması bu konvensiyanın normalarının pozuntusu sayılır. Yəni peşə fəaliyyətinə bağlı 8-ci maddənin və ya mətbuatda çıxılırsa, məsələn, həm də 10-cu maddənin ifadə azadlığı hüququnun pozuntusu sayılır. Azərbaycanda son 15 ildə hüquqi müdafiə mexanizmləri müəyyən dəyişikliklərdən keçdi. Bu dəyişikliklər nə ilə nəticələndi? Yəni əvvəlki dövrlərdə bu ölkədə hansısa bir hadisələr baş verəndə, o hadisələrlə bağlı insanların məhkəmə müdafiəsi halları mexanizmi, yəni daha rahat idi. Yəni məsələn müəyyən işlərdə, yəni cinayət olmayan işlərdə məsələn şəxslərin hüquqlarını vəkil olmayan şəxslər də etibarnamə əsasında, yəni nümayəndəlik qaydasında müdafiə edə bilirdi və 2017-ci ildən sonra artıq nümayəndəlik institutu demək olar ki, yığışdırıldı. Yalnız yaxın qohumlara həvalə olundu və eyni zamanda vəkillər kollegiyasının üzvlərinə. Bu baxımdan həm o insanların məhkəmə müdafiə mexanizmi də zəifləməyə başladı. Həm 2010 daha əvvəlki dövrlərdə insanlarda hardasa bir ümidlər də var idi. O baxımdan daha həvəsli idilər. Məsələn, adicə götürək, məsələn, siyasi motivli məhkəmələrə məsələn gələn dəstək üçün gələn şəxslərin sayına baxsaq, o dövrlə indiki dövr arasında indi daha azdır. Bunun səbəbi təbii ki, həm bu qanunvericiliyin tədricən çətinləşdirilməsi, daha ağır insan hüquqlarının pozulması istiqamətində hansısa bir qanunverici normalarının qəbul olunmasıdır. Eyni zamanda ölkədən xeyli sayda bu ictimai-siyasi fəalların ölkəni tərk etməsi, bəzilərinin həbs olunması və bu da insanların ümidlərini daha da aşağı salır və həmçinin dünya siyasətində baş verən hadisələr də buna təsir edir. Yəni indi artıq beynəlxalq hüquq da demək olar ki, yox səviyyəsindədir. İstənilən dövlət, istənilən dövlətin ərazisinə girib onun prezidentini çox rahatlıqla oğraya bilir və artıq yəni bizim tələbə vaxtı oxuduğumuz o beynəlxalq hüquq normaları baxılır ki, yəni tətbiq oluna bilmir, yəni işləmir. O baxımdan insanların özlərində də artıq bir ümidlər də ölməyə başlayır. Yəni bu Dino Busatti'nin qəhrəmanı Drogo'nun arzularının öldüyü kimi.